vəzifəyə bəzi hallarda təyin olmaq üçün insanlardan rüşvət tələb edilir. Bu cinayətdir. Bu bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam nə edəcək ilk növbədə? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Hardan bunu çıxacaq? Ya hardansa dövlət malını uğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük. Qaqa sağ ol, özün öz dediyinə inanırsan. Sənə qulaq asdıqca şok oluram. Deyirəm, Nuşeri bizim prezidentimiz belə bir prezidentdir. Qaqa, sən tək nazirləri təyin eləmirsən. Sən şöbə müdürlərinə qədər sən təyin edirsən. Hakimlərə qədər sən təyin edirsən. Hərbi hissə komandirlərinə qədər sən təyin edirsən. Qardaş, elə bir şöbə yoxdur ki, oranı sən təyin eləməyəsən. Demək elə çıxır ki, rüşvəti sən alırsan. Sən aldığın rüşvət olan ölkədə əlbəttə ki, millət belə bir vəziyyətdə olacaq. Hansı sərəncamın altında sənin imzun var? Belə çıxır ki, sən heç nədən xəbərin yoxdur. Sən onda niyə görə imzalayırsan bir sərəncamları? Əgər xəbərin yoxdursa, sənin qabağına gətirib o təyinatları verəndə sən niyə imzalayırsan ki bunu? Böyle boş-boş danışmaqdan başqa heç nəyi bacarmırsan sən. Cəmaatın indi pensiya yaşını qoymuşsan şeyə ki, 70-əcən. 70-əcən Azərbaycanda elə bəxtəvər döyürlər. Sizin kimi səhər tezdən ikra yesinlər, kənd balı yesinlər, nə bilim, asatrin yesinlər, balıq yağları ilə dolansınlar. Cəmaatın yaşayış tərzi elə bir vəziyyətdədir ki, 60-a çatan deyir arsızam ki, 60-a qədər çatdım. Biraz öz-özə şey eləyin də, cəmaatı niyə görə doluyursunuz siz? Bu qədər olmaz axı. İnsanları pis vəziyyətə qoymuşsunuz. Bu dəqiqə Azərbaycanda biyaqlar qulaq asıram. Deyir ki, davleniya dərmanlarıdır, ürək dərmanlarıdır, tapılmayacaq. Mənim tanışım var, bir dənə vitamin D-ni neçə vaxtı tapa bilmir ki, uşaqlarına versin. Analıqı vitamin D-lər. Vitamin D-lərin hamısı yaxşıdır ki, müharibə gedən ölkədə mən ora dərman göndərmək istəyirəm. İndi görüm göndərə biləcəm ya yox. Biraz oturun, fikirləşin ki, bu xalqa sən neynəmirsən? Ermənistana, Rusiyanın malını göndərirsən. Qaqa, Rusiya ilə bəs düşməni idin. Nə oldu? Sən samolotu vurdular. Sən demişdin ki, məndən üzr istəmədi. Erməni sən sülh müqavili və imza atmadı. Erməniyə sən buradan pisok göndərirsən, buğda göndərirsən, neft göndərirsən, o birini göndərirsən. Gör günə necədir ki, Paşinyan səni sayıb o sülh müqaviləsinə imzasını atmayıb indiki günəcən. Danışanda da ki, elə böyük danışırsan ki, mən. Qaqa, sən heç kim özü elə aparırsan ki, elə bir sən həqiqətən Azərbaycanın qəsdinə oturmuş bir insansan. Sən Azərbaycanı pis vəziyyətə qoymuşsan. İnsanların aclığından xəbərin var. Oturub mənim üçün burada rüşvətdən danışır. Rüşvətin başında dayanan kimdir? Əliyevlər, Paşayevlər, Əliyevlər sıradan çıxıb bir dənə siz qalmışsınız. Siz qutardı, getdi, başqa Əliyev yoxdur. Amma ki, əsas Paşayevlərlə siz söz. İndi söz deyən bir dənə smaylik qoyurlar şeyin altına, həmin adamı polis götürür, aparır. Xeyr ola. Mən indi sözümü deməyim, mən düz demirəm. Sən deyirsən ki, Azərbaycanda rüşvət alıb bir şey gelirlər, həm də bunu özün başa düşürsənsə, sən bunu dəqiq bilirsənsə, niyə görə onlara sərəncamlarını imzalayırsan? Sən rüşvət deyəndə İborsanı nəzərdə tutursan ki, İborsalar çeklərdə pul verir, işə gelir, nə bilim, o biri. Sən yanındakilərə bax gör, onlar nə qədər milyonlarla pul verib gəlib orada vəzifədə otururlar. Elə heç nə yox, ətrafındakilərə bax ki, hamısının sifətindən ikra bal yağır. Hamısı xalyon adamlardır, görmürsən bunları? Bunlar havaya gəlib oturub orada, canıma qurban olsunlar, gəlib havaya orada otursunlar. Bunlar özlərinin ağırlıqları qədər oraya pul verib gəlib oturublar. Yox, xəbərin yoxdur bunlarda. Ona görə deyirəm ki, danışanda elə danışqınan ki, heç olmazsa insanları təhqir eləməklə. Sən insanları axmaq yerinə qoyursan, gic yerinə qoyursan. Ona görə də ağzına nə gəldi danışırsan. Bax bunlara, bax. Hamısının sifətlərinə bax ki, tülkü kimi oturublar, bir dənə insana yaxşılıq eləmirlər.
Sən nədən danışırsan? Azərbaycanda xeyriyyəçi yoxdur. Azərbaycan xeyriyyəçiləri yalnız Mehriban Əliyevanın tədbirlərində onun gözlərini ona soxmaq üçün həmin xeyriyyəçilər girir ortalığa. Azərbaycanda normal hacı yoxdur. Hamısı maşennik hacılardır. Bildin? Ona görə də ki, oturub cəmaatı git yerinə qoyma gənə. Allah millətə yenə də deyirəm, insaf versin, bir dənə bunları başa düşsün də. Başa düşmürlər hələ ki. Leyli ilə Emini elə bir günə ki, murmurki ilə indeyski qoyublar ora, bir-birinə yaraşdırırlar, aşağıda da arsız-arsız. Can qurbanım, Leyla Eminlə necə yaraşırsan? Ay millət, nə tərbiyəsizliyi yayırsınız? Eminin arvadı var, arvadını boşaltdırıb bunu şey edirsiniz. Başqasının ailəsini dağıtmaq tərbiyəsizlik deyil. Emini əgər istəsiydi, Leyliyin yanına çoxdan gələrdi. Emini hələ ki İlham Əliyevdən Mehriban Əliyeva lazımdır, Leyla lazımdır. Bir dəfəlik onu başa düşün. Əl çəkin bu millətdən. Millətin pulunu yediniz, canını şeylədiniz. İndi 70'e pensiyaları qaldırır. İlham Əliyev hakimiyyətə gələndən 3 il sonra uşaq pulları kəsildi. Niyə? Yəni ki, Azərbaycanda doğuş dayı olmasın. Azərbaycan millətini yalandan yazırlar. 10 milyon Azərbaycanda əhali var. Xeyr, Azərbaycanda 10 milyon yoxdur. Azərbaycanda 4 milyon olsa Allahına dua eləsin. O 6 milyon ölülərdir. Yalnız seçkilər vaxtında ölülərin siyasisi çıxır ortalığa. Şəxsən mənim özüm, o boyda vətənimi, torpağımı sevən bir adam, mən Azərbaycana gəlmək istəmirəm. Bax, bunların sifətindən gəlmək istəmirəm. Kimə məktub yazırsan, cavabı yoxdur. Hara gedirsən, deyir ki, get kimə şikayət edirsən, elə. Konuşna, deyəcək də. Çünki pul alıb girib həmin yerə. Yəni ki, diliniz qısadır da onların yanında. Əgər sizə pul verməsəydilər, sizə o pul, sən and içə bilərsən, mənə əlbər pul verməyiblər. O 100%'dir. Amma ki, yanında böyründəkilər var, ha. Sənin o yanında bir nəfər var, ona şəxsən mən özüm rüşvət vermişəm 10 il bundan qabaq. Ona görə də ki, biraz Allah'ınız olsun, biraz insafınız olsun. Əl çəkin bu insanlardan. İnsanları gic yerinə qoymayın. Hamını qurban eləyib özlərinin 3 dənə balasına. Ay bala, 3'ündən bir bala çıxmır onların. 3'ündə bir dənə uşağın ağlı yoxdur. Nə istəyirsən bu millətdən? Niyə görə bizim ağıllı balalarımız iş tapa bilmir? Keçən sefer böyük deyirsən ki, gitsinlər inşaatda işləsinlər, getsinlər. Niyə? Sən balalarından əskikdir. Niyə görə mənim uşağım yurfağı qutarsın, iş tapa bilməsin? Xeyr ola. Ona görə deyirəm ki, boş-boş sənin yaratdığın o universitetlərdir, zatlardır, hamısını götürgünlə pul yuvası da atın o tərəfə. Azərbaycanın təhsili yox, mədəniyyəti yox, səhiyyəsi yox. Bizim bir dənə də olsun, normal bir dənə tamaşamız yox, təzə dramaturgumuz yox, nə bilim şairimiz yox. Şairimiz də başımıza dəysin bizim elə bir əli qabağında, bir əli dalında olan Elzadır da. Nə istəyirsiniz bu millətdən? Bilə-bilə milləti cahilləşdirirsiniz. Əmrim, Allah kim ki bu milletin bu cür evini yıxırsa, Allah onun tüfağını dağıtsın. Zeynal Abidin Tağıyevdə milyoner idi. Öləndən sonra balası çöldə acından öldü. Hələm heç kim bilmək olmaz. Allah'ın deyir ki, gec eləyir, güc eləyir.